Gəlin Kolossellərə 1-ci fəsil 16 ayədəki Allahın sözünə nəzər salaq. Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey, taxtlar, ağalar, başçılar, hakimlər onda yarandı. Nə varsa onun vasitəsilə və onun üçün yarandı. Hər şeydən əvvəl var olan odur və hər şey onda bərqərar olur. Başa düşməliyik ki, Allah nəinki görünən cəhətləri adi gözlə görə bilək deyə yaratmışdır, həm də görünməyən şeyləri də yaratmışdır. İnsanlar yaradılış haqqında çox vaxt bu aşkar edilə bilən cəhətləri baxımından düşünürlər. Çünki onlar yalnız adi gözlə görülə bilən və yoxlanılan şeylərə diqqət yetirirlər və beləliklə, görünməz aləmə məhəl qoymurlar. Nəticədə onlar səma səltənəti üçün hazırlıq görmürlər. Əksinə, onlar vaxtlarını və səylərini yer üzündə dolğun həyata hazırlaşmağa sərf edirlər. Onlar diqqətlərini və enerjilərini bu şeylərə sərf edirlər. Bu, ətrafımızdakı insanlarda asanlıqla görə biləcəyimiz bir şeydir. Halbuki görünən görünməyən olmadan mövcud ola bilməz. Bu, biraz çətin ola bilər, amma peyğəmbərlər belə demişlər. Ruh həyatımızın özüdür, bədən isə sadəcə geyindiyimiz paltardır. İnanıram ki, bunu hamınız dərindən bilirsiniz. Buna görə də Yeşaya 41-ci fəsil vasitəsilə gəlin görünən və görünməz dünyada baş verən xilas işinin və Allahın bizə necə kömək etdiyinin şahidi olaq. Bununla biz bu anlayışı qəlbimizə həkk edə bilməliyik. Gəlin Yeşaya 41-ci fəsil 8 ayəyə nəzər salaq. Lakin sən ey qulum İsrail, seçdiyim Yaqub nəsli, dostum İbrahimin övladları. Səni dünyanın ucqar yerlərindən topladım, ən uzaq yerlərdən səslədim. Sən qulumsan, səni seçdim, rədd etmədim dedim. Qorxma, çünki mən səninləyəm, dəhşətə gəlmə, çünki Allahın mənəm. Səni qüvvətləndirəcəyəm. O, nə edəcək? Sənə kömək edəcəyəm. Mən həmişə sənə kömək edəcəyəm deyən Allah heç vaxt vədinə xilaf çıxmaz. Allah həm görünən, həm də görünməyən aləmi yaratdı və dedi: Mən həmişə sənə kömək edəcəyəm. Lakin insanlar çox vaxt indiki vəziyyətlərinə onun köməyi iləmi, yoxsa öz səyləri iləmi nail olduqlarını düşünmürlər. Bu, onların öz töhfələrini minnətdarlıqdan üstün tutmasına, Allahın köməyini unutmasına və egoizmə əsaslanan bir iman həyatı yaşamasına səbəb olur. Biz anlamalıyıq ki, müjdənin işi son nəticədə Allahın əlindən asılıdır. Müjdənin gedişatı Allahın gözə görünməz dünyada övladlarına olan lütfünün və inayətinin miqyasından asılı olaraq çox dəyişə bilər.